Azərbaycan. Azərbaycan çıraqların gür yansın. Xalqımızın ürəyindən nur yansın. Mərd oğullar keşiyində dayansın. Yolun haqdır, gözün toxdur millətim. Həqiqətə ölüm yoxdur millətim. Üzərindən qara yellər əsməsin. Ana yurdum Azərbaycan elləri qapınızdan şadlıq ayaq kəsməsin. Xoşbəxt gəlsin yeni ömrün illəri. Bir arzum var, bir arzum var, heç olmasın bir qəmin. Ana yurdum Azərbaycan torpağı, bayram olsun, şadlıq olsun həmdəmin. Dalğalansın Azərbaycan bayrağı. Dalğalansın Türk Turan bayrağı. Azərbaycanın ilk qadın xalq şairi Mirvarid Dilbazi, əziz tədbir iştirakçıları, hər birinizi xoş gördük. Hər birinizi Mirvarid Dilbazi Poeziya Məclisi adından salamlayıram və hər birinizə təşəkkürümü bildirirəm. Xətai rayon icra hakimiyyətinə, Xətai rayon icra hakimiyyətinin başçısı Rafiq Quliyev cənablarına və bütün əməkdaşlarına, Azərbaycan Respublikasının Prezident Administrasiyasına, 2-ci Kəlağayı Festivalının keçirilməsinə şərait yaratdığı üçün təşkilatımız adından təşəkkürümü bildirirəm. Bugün çox möhtəşəm bir gündür. Suverenliyimizin günüdür. Birliyimizin təntənəsidir. Azadlığımızın bayramının bir günüdür. Bu günümüzə mübarək deyək. Vətənimizin bütövlüyü, azadlığı, suverenliyi uğrunda qanından, canından keçən müqəddəs şəhidlərimizin əziz xatirəsini bir dəqiqəlik sükutla yad edək. Rəhmət sizə ey şəhidlər, yurd uğrunda, şirin candan keçəndə. Dövlət himnimiz səsləndirilsin. Bəli, ilk Kəlağayı Festivalda Xətai rayonunda olmuşdu 2024-cü ildə. Bu il 2-ci Kəlağayı Festivalıdır. Şuşada, Naxçıvanda, Gürcüstanda, Sankt-Peterburqda, Moskvada Mirvarid Dilbazi Poeziya Məclisi sonra silsilə tədbirlər keçirmişik. Bugün yenə də bu gözəl məkandayıq. İndi isə sözü Xətai rayon icra hakimiyyətinin şöbə müdürü Pənah İmanova verirəm. Buyursun Pənah müəllim. Mən də rayon icra hakimiyyətinin rəhbərliyi adından, şəxsən Rafiq Quliyevin adından hər birinizi salamlayıram. Həqiqətən də bu günləri belə bir sərin, soyuq havada bu tədbirə gəlmək demək olar ki, boş olan oturacaqları da istilikləri ilə doldurdular bura gələnlər. Çünki o qəlblərdə o qədər vətən sevgisi, mədəniyyət sevgisi, bizim tariximizə, irsimizə verilən sevgi varsa da hesab edirik ki, bu məkan hamısı doludur və onsuz da ki, bu həmişə doludur. Əsas odur qəlbimizdə bunu qoruyub saxlayaq. Və Güllü xanıma mən minnətdaram. Həqiqətən də adam, biz onu şöbədə, o işçilərlə müzakirə edəndə həmçinin adam fədakardır, başqa söz demək olmur. Yəni bu qədər özü həsr edəsən Azərbaycanın bu dəyərinə və bu həqiqətən alqışlansıdır. Bu məkan doğrudan da biz bunu deməli bura 4 hektar idi. Etibar müəllim həmin o zəhmətli olanlardan birisidir. Başçı müavini dəyərləşibdir bura. Burada 2000-ci ildə açılıbdır bura.
bura bir belə deyək də baxımsız bir yer idi. Onda 4 hektar idi, 2 hektar idi, daha doğrusu biraz sonra 4 hektar oldu. 2000-ci ildə Ulu Öndərimizin özü bu parkın açılışında iştirak elədi. Və onun abidəsi ki, heykəli ki, bu saat qoyulub orada görürsünüz o abidə. 2007-ci ildə bura yenidən bərpa edildi və onun abidəsi qoyuldu. Həmin abidənin də mən istəyirəm ki, bunu həmişə tez-tez təkrar edirəm çıxışlarımda. Bu Ulu Öndərimizin adına verilən dəstəkli, onun adına verilən bir qiymətdir ki, o yerdə Etibar müəllim bilir, elə deyəsə Ködələrdə biz qalmışıq ki, orada Ulu Öndər şəlalənin açılışını eləyək, oturdu onun yanında bir şəkil çəkdirdi, sevə-sevə baxdı. Sonra gəzə-gəzə gəldi ki, oradan maşına minib getməli idi. Birdən səhnəyə fikir verdi, çıxdı, orada bir səhnə qurulmuşdu. Çıxdı elə həmin o səhnədə də çıxış elədi, xətaililəri alqışladı. Sonra dedi ki, mən Rəfail Abdullayevdən, Allahverdiyevdən, o vaxtı şəhərimizin meri idi. Bakı Şəhər İcra Hakimiyyətinin başçısı. Xahiş edəcəm ki, burada mənə bu Əhmədlidə bir ev versin ki, mən buranı çox istəyirəm. Əhmədlinin havası gözəldir, bu tərəflər çox gözəldir, bu tərəflərin insanları çox gözəldir. Mən burada mənzil versin mənə. Həqiqətən də illər keçdi, Ulu Öndər, yəni əbədiyyata qovuşdu, amma qəlbimizdə həmişə vardı və bu parkı tikiləndə belə bir təklif olundu ki, bəlkə elə məhz onun elə çıxış elədiyi yerdə, ona görə də yəqin ki, fikir verirsiniz, heykəl belə qəribə bir formada dayanırdı. Bax, bu idi. Ondan sonra, təxminən 3 il bundan əvvəl, başçımız Raf müəllimin rəhbərliyi ilə və burada yenidən bir bərpa işlərinə başladı. Parkın genişləndirilməsi 4 hektar olan park indi oldu, 14 hektar oldu və bu amfiteatrda tikildi. Ona görə ki, sərgi üçün yox, ona görə ki, bax, bu xətailər üçün, xətainin insanları üçün, başımızın insanları üçün ki, həqiqətən də burada, bu məkanda çoxlu qonaqlar olubdur. İncəsənət ustalarının, tanınmış insanların böyük konsertləri olubdur. Bundan sonra da olacaq. Və buranın da ən dəyərli tədbirlərindən birisi də bax, bu Kəlağayı festivalıdır. Həqiqətən də 24-cü ildə biz bunu eləyəndə biraz ehtiyatla davrandıq ki, çünki o dəyərlər biraz belə deyək də insanlarımız üçün qorxduq ki, maraq doğurmaz, ancaq maraq doğurdu. Və bizdən sonraki dövrdə də elə bax bu digər rayonlarımızda, Naxçıvanda bu tədbirlər keçildi və bizim məktəblərimiz də bizim Güllü xanım həmişə onun adını çəkir, Allah rəhmət etsin, Fikir xanıma 59 səhili məktəb bunun ilkini eləmişdi. Ondan sonra digər məktəblərimiz də hissə-hissə bax, məktəblərdə bu tədbir keçilir. Bu xalqımıza verilən də, bu dəyərlərimizə verilən, bu tariximizə verən dəyərlərdir. Və bugünkü günü biz mən dünən bir tədbirdə iştirak edəndə, çıxış edəndə dedim ki, biz doğrudan da bu günləri artıq o konsertlər, bu tədbirləri o qədər ürək açıqlığını, çünki 30 il bundan qabaq tədbir keçirildi, o dövrlərdə keçirildi, ancaq içimizdə bir qəlbimizdə bir niskil var idi, o niskil artıq yoxdur. Bu günləri biz suverenliyimizi artıq deməli, Konstitusiya suverenliyi ili də elan elədi Cənab Prezident. Nədir? 19-undan 20-sində keçən gecə tam şəkildə 23 saat ərzində biz ordumuz tam şəkildə torpaqlarımıza sahib olduq, suverenliyimizi, konstitusiya hüququmuzu bir daha təqdir. Yəni, büyünə görə də olsun ki, insanlarımız belə azdır, tədbirlərimiz də çoxdur. Güllü xanım, bilirsiniz ki, başçının qəlbi həmişə buradadır, bayaqlarda soruşubdur, ona görə də Etibar müəllimə biz iştirak edirik. Çünki bu günləri o tədbirlə bağlı, o günlə bağlı tədbirlər çox olduğuna görə o iştirak edirik. Mən hamınızı salamlayıram. Bu məkanda Ulu Öndərin ruhu həmişə vardı. Və ona görə də bu məkanda o bayaqları qeyd elədiyi 44 günlük müharibəni hansı ki biz torpaqlarımızı asad elədik, ondan sonraki dövrdə bizim belə tədbirlərimiz həmişə də təntənəli olur. Hər birinizə minnətdaram. Görürsünüz, yavaş-yavaş dolur, yavaş-yavaş gəlir insanlar. Bizdə belə bir Azərbaycan sayağıdır da, saat 5-də deyiriksə konserti, hamı bilir ki, 6-da başlayacaqdır. Ona görə də gedikinlə, gələcəklər. Çox sağ olun, minnətdaram, sizə minnətdaram Güllü xanım. Həmişə də biz icra hakimiyyəti olaraq sizin yanınızdayım. Sağ olun. Çox sağ olun Pənah müəllim. Mən çox xoşbəxtəm ki, Xətai rayonunda yaşayıram. İndi bilmirəm, Xətai rayonunda xoşbəxtdim ki, mən onların taleyinə düşmüşəm və Mirvarid Dilbazi Fəyiz demək sonra
Kəlağay Ev Muzeyi yaratmışıq. Bu arada mən istərdim sözü Xətai rayon icra hakimiyyətinin birinci müavini əzizimiz Etibar müəllimə verəm. Etibar müəllim deyir. Buyurun Etibar müəllim. Nə yaxşı ki varsınız. Uzun illərdir Xətai rayon icra hakimiyyətində çox gözəl, fəal çalışır, yorulmur, var olsun. Hər zaman da milli mənəvi dəyərlərimizə dəyər verir. Doğrudan da vətən oğullarında milli ruh olanda onlara belə yağış, boran, qar, çovğun təsir etmir. Pənah müəllim, siz bilmirəm necə görürsünüz. Mən buranı dolu görürəm və hər nəfəri 100 nəfər bilirəm. Çox sağ olun Güllü xanım. Hörmətli Xətai sakinləri, hörmətli qonaqlar. Pənah müəllim çox danışdı parkdan. Yəni mən də bir parkın o ilk yaradıcılarından biri olaraq buralarda, bu gördüyünüz yerlərdə sakinlərin bağları var idi. Yamaclar idi. Palçıqda içindən girmək, qalxma olmurdu yamacları. İndi gözəl bir park salınır. Pənah müəllim dedi ki, oğlu Öndər də burada iştirak elədi açılışında. Park getdikcə böyüdü. Bizim Bakçının o qəhrəmanlığı hesabına bu park 4 hektardan 14 hektara çatdırıldı. Bilirsiniz ki, hər həftənin 5-ci yıl burada konsertlər keçirilib, bizim sakinlər burada. İndi bugün biraz az havaya gelip təzarılma olar, yer olmur burada. Mən bugünkü gün münasibətilə ilk növbədə bütün Azərbaycan xalqını təbrik edirəm. Müstəqil ölkənin müstəqil vətəndaşı olmaq bu böyük fəxirdir. Buna fəxr eləməliyim. Mən sizə öz həyatıma olan bir hadisəni sizin yanınıza gətirmək istəyirəm. Ben bunu dəfələr bir çıxışlarımda demişəm. 1995-ci ildə ailəmlə birlikdə İordaniyaya getmişdim. O dövrdə bizim səfirlik konsulumuz yox idi o ölkədə. Qonşu ölkədə Suriyada Hafiz Əsədə hücum olmuşdu. Sərhədlər bağladılar. Mənim də vaxtım bitir. Bir həftə vaxtım bitir. Ölkədən çıxa bilmirəm. Getdim İran səfirliyinə. İnandırıb sizi qapını açmadılar. Sonra getdim Türk səfirliyinə. Dedim ki, bəs Azərbaycan gəlmişəm, bəs qayıtmadan bir ailələr buradadır, çıxarmırəm ölkədən. Dedilər, yox, biz garanti verə bilməliyik. Məndən bir dostum vardı, Ərəb İmad adında olan. Dedi, ehtimalam, narahat olmayın, gedək Rus səfirliyinə. Bizə orada kömək eləyərlər. Nəsə oturub taksiyə gəldi Rus səfirliyinə. Böyle bir yaşlı qadın bayırda sigaret çəkir. Yaxınlaşdım, dedim, Zdravствуйте, deyil, Zdravствуйте. Dedim, ya bu gражданин Sovetskого Союза. Buna diqqətlə xahiş edirəm, qulaq asın. Dedi, yavaş sluşuyor. Dedim, gəlmişəm, bəs ailəli bura, ölkədə belə bir hadisə baş verib, sərhədlər bağlıdır, bizim də bir səfirliyimiz yoxdur, mənə bir garantiya verin ki, mən bu ölkədən çıxa bilirim. Dedi, şəzə, mən keçəcəm bir səfirin yanına, oradan mən deyərəm, gəlib nə deyəcək, sizə gəlib deyərəm. Getdi öyle 2 dəqiqə keçmədi, geri qayıtdı, dedi, nəyti pasporta. İnandırırsın, məndən bir soğuk tərk etmələrindən. Pasportlar verin dedi, bir soğuk tərk. Onda mən bildim ki, müstəqil ölkənin müstəqil vətəndaşı olmaq nə deməkdir. Bax, təsəvvür edir. İordaniyadan həmin Rus səfirli qarant dayandı, Türkiyə üçün verdi mənə çıxışı. Orada uçulu gəldi, sağ-salma bugün gündə. Ben hər birinizi bu müstəqil ölkədə, müstəqil ölkənin vətəndaşı olmanız görə sizə möhkəm can sağlığı arz edirəm, uğurlar sizə. Sağ olun. Çok sağ olun Etibar müəllim, müstəqilliyimiz, suverenliyimiz əbədi olsun. Təşəkkür edirəm. Deməli mənim əzizlərim, şəhidlərimizin şahidi qazilərimizə də salam olsun. Onlara da minnətdarlıq borcumuz var. İndi bir mahnı gəlsin ki, bu soyuq havada könüllərə hərarət gəlsin. Külək əssə də, yağış yağsa da heç kəs, heç yana Səməd Vurğun demiş, tələsməyəcəm. Deməli, indi ifa edəcək şəhid Ramil Yusufzadənin anası qələbə mahnısı ilə Reyhan Yusufova. Bax, budur mənim əzizlərim, Azərbaycan xalqının qüdrəti, oğlu vətən yolunda qurban veribdir, ancaq musiqi ilə bugün çıxış edir. Var olsun anamız, öpürəm əllərinizdən. Hər vaxtınız xeyir, hamınızı salamlayıram. Xoş gördük sizləri bu gözəl festivalda. Güllü xanıma təşəkkür edirəm, məni dəvət etdiyinə görə. Bəli, milli dəyərlərimiz, nə yaxşı ki biz Azərbaycan xalqı milli dəyərlərimizi formalı həmçə
festival münasibətilə təbriklər Gülü xanım. Nə yaxşı ki varsınız, həqiqətən bu gözəl tədbirləriniz axarlı olsun. İnşallah ki biz də gəlib iştirak edək. Çox sağ olun, var olun. Hər bir millətin milli mənsubiyyəti onun qürur mənbəyidir. Mən həmişə fəxr etmişəm. İndi də fəxr edirəm ki, mən Azərbaycanlıyam. Ulu öndərimizin bizə miras etdiyi bu sözləri mən həmişə ifadə edirəm. Çox sağ olun, təşəkkür edirəm. Sağ olun. Bu günler sizin için benim azizim. Buyurun, var olun. Teşekkür ederim. Çok sağ olun. Gördünüz, şehit anası, var olun. Dosta, hürmet, mərifət, sədaqət, şehit anasının bu ifası düşmene bir nifrəttir. Mesaj nifrəti. Ve şehit anası təsdiq edir ki, doğrudan da dərddən güclüləri dərd əyə bilməz. Mənim əzizlərim, bugün bu gözəl festivalda Naxçıvandan bizim qonağımız var. Milli Məclisin deputatı, Naxçıvan Rəssamlar İttifaqının sədri Ülviyə Həmzəyeva buyursun. Mənim əzizim, xoş gəlmişsiniz. Mirvarid Dilbazi yazır ki, Silsilə dağların isti qoynunda Naxçıvan adında gözəlimiz var. Araz qırağında bağçalı bağlı, sərvətli şöhrətli bir elimiz var. Orada güneş gibi istidir torpaq, güneşten od alır her gül, her yarpak. Mehli zəmiləri yaşıl ümmanı, şirin söhbətlərə tutur insanı. Görün Ülviyə xanım bizi bu yağışlı havada ne şirin söhbətə tutacaq, yağışı unutacaq. Buyursun əzizimiz Ülviyə xanım, xoş gəlmişsiniz. Hörmətli tədbir iştirakçıları, əziz Xətai rayon sakinləri, mən İlk öncə Güllü xanım sizə özlərin minnətdarlığımı bildirirəm. Mən bugün bu soyuq havada, bu isti insanları öz minnətdarlığımı bildirirəm ki, bugün gəlibdir sizin bu gözəl festivalınıza. Xətai rayon icra hakimiyyətinə öz minnətdarlığımı bildirirəm ki, onlar bu cür gözəl şərait yaradırlar və siz belə gözəl tədbirlər keçirirsiniz. Biz sizinlə artıq uzun müddətdir ki, danışıq və sizin milli dəyərlərimizi yaşatmaq eşqiniz bizi hər zaman sizin arxanızda çağırır. Siz harada varsınız, biz də orada olmağa çalışırıq. Bugün bu Çalayağı festivalı milli dəyərlərimizin bir nümunəsidir. Mən hər zaman arzu etmişəm ki, Azərbaycanımızda Milli Geyim Festivalı keçirilsin. Və düşünürəm ki, bu Çalayağı festivalı məhz Milli Geyim Festivalının bir başlanğıcıdır. Çünki bu bizim ismətimiz, bu bizim xanımlarımızın abır həya nişanəsidir. Mən sizə bir daha öz minnətdarlığımı bildirirəm və bayaq da şəhid anası gözəl mahnısıyla bizi həqiqətən də xatirələrə qərq etməyə sövq elədi və doğru oxuduğu kimi o ürəyimin harayını burada bizə çatdırdı. Həqiqətən də şəhidlərimizin axan qanı bizim zəfərimiz, zəfər yolumuza aparan bir vəsiləmiz oldu. Mən bütün şəhidlərimizə Allahdan rəhmət diləyirəm. Güllü xanım, sizə uğurlar arzu edirəm. Mənim söhbətim elə də şirin olmaya bilər, amma sizin danışığınız da belə bir musiqidir, bir şairin şeiridir. Bugün burada bizim tanıdığımız, bizim bu millətə, bu dövlətə xidmət edən insanlarımız da əyləşiblər. Onlardan biri də Tərlan xanımdır. Tərlan xanım, sizə xoş gəlmisiniz deyirəm. Sizi çox istəyirik. Ulu Öndər Heydər Əliyevin bizə olan nətərdir, bir nişanəsisiz, canlı, o dövrlərin canlı əfsanəsisiz, sizdən öyrəniləsi çox şeylərimiz var və düşünürəm ki, gənclərimiz sizi də yaxşı tanımaq üçün, bax, Güllü xanımın bu gözəl tədbirlərindən də istifadə edirlər. Güllü xanım bugün ətrafına gözəl insanları toplayıb. Güllü xanım, bax, bugün o uşaqların öz dillərində Azərbaycan himnini oxuması həqiqətən də qürur vericidir. Bizim övladlarımız çox istedadlıdır. Özəl övladlarımız çox istedadlıdır. Mən bir daha sizə bu gözəl tədbir üçün öz minnətdarlığımı bildirirəm və həqiqətən də
burada olduğum üçün qürur hissi keçirdirəm. Çünki bu gözəl məkanda, bu gözəl insanlarla birlikdə belə gözəl bir festivalda iştirak etmək həqiqətən də çox gözəldir. Mən sizə uğurlar arzu edirəm və bu il necə də qeyd olundu, Konstitusiya və Suverenlik ili çərçivəsində keçirilən bütün tədbirlər məhz elə bu ilə həsr olunur və bu gün də 20 sentyabr Suverenlik ili, daha doğrusu Suverenlik günüdür. Mən bu münasibətlə də sizin hər birinizi təbrik edirəm. Bu gün də bizə bu bayram ovqatını yaşatdığınız üçün sizə özlərin minnətdarlığımı bildirirəm və çalayaqlarımızı bizim xanımlarımız unutmasınlar. Çünki bizim milli geyimimizin bir parçasıdır və o bizi isidir soyuq havada, bizi sərin saxlayır isti havada. Ona görə öz övladlarımıza, elə özümüzə də, öz qarderobumuzda bax bu gözəl çalayaqları alıb və istifadə etməyə mütləq olaraq məsləhət bilək. Güllü xanım, bayramınız mübarək. Mən sizə öz minnətdarlığımı bildirirəm. Bir daha var olun deyirəm. Sağ olun. Çox sağ olun Əziz Ülviyə xanım, dəvətimizi də qəbul edib gəldiyiniz üçün təşəkkür edirəm. Bugün Şəkidən qonaqlarımız var. Kəlağayı sənətinin dünyaya yayıldığı müqəddəs məkan Bəxtiyar Vahabzadə yurdundan Şəki Uşaq İncəsənət Məktəbinin rəqs qrupu Naxçıvani Arşın Malalan kino filmindən rəqs xoreograf Xumar Əsədova. Aşık
Əzizlərim, 30 il bizim alnımıza bir ləkə vuruldu. Qan yaddaşımıza yazılan Xocalı soyqırımı. Çox acılı, ağrılı günlər yaşadıq və sonunda Ali Başkomandanımız, Ulu Öndərimizin varisi İlham Əliyev cənablarının bir çağırışı ilə igid oğullarımız səfərbər olub Xocalımızı azad elədi və bugün də Xocalımızın Ağdərə, Xocavənd və Xankəndinin suveren olduğu bir gündür. Və mən də öz növbəmdə bir sənətçi kimi mərhum şairimiz Eldar İsmail'in Can Xocalım mahnısını bəstələmişəm və bugün sizin ixtiyarınıza verirəm. Demək olar ki, əhali qarşısında ilk dəfə oxuyuram. Dünənləri şəhid tədbirində oxumuşam, bugün də sizlərin qarşısında oxuyuram. Sənə qurban can Xocalım, Azərbaycan igidləri aldı qana qan Xocalım. Azərbaycan igidləri aldı qana qan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Tarix başdan yazar bizdən, keçdin oddan, keçdin közdən. Tarix başdan yazar bizdən, qarı düşmən əlimizdən. Qaçanmadı yan Xocalım, qarı düşmən əlimizdən. Qaçanmadı yan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Şəhidlərin ruhları şad, torpaqların ilham abad. Sən güləndə gülər həyat, can Azərbaycan Xocalım. Can Azərbaycan Xocalım, can Azərbaycan Xocalım. Can Azərbaycan Xocalım, can Azərbaycan Xocalım. Can Azərbaycan Xocalım. Solmaz Hanım'ın 70 illik yubiley tentenesidir ve ilin bütün günlerine tesadüf edir. Mübareksiz Solmaz Hanım, möhtəşəmsiz. Çox təşəkkür edirəm. Mən fəxr edirəm ki, zəfərimizin 5 illiyi ilə
Eyni ilə təsadüf elədi mənim 70 illik yubileyim. Var olsun Ali Başkomandanımız. Teşekkür uğurlar. Elə uğurlar demişken bir balaca balamız var. Körpədir. Çok maşallahdır. Adı da Uğur'du. Uğurlar deyək. Gelsin Uğur balamız. Nenem, 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 ay benim inci nenem, 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 elin sevinci nenem, ay benim inci nenem. Nene, axı hamımızın bildiği kimi bugün burada Kəlağay bayramıdır. Ha, bu arada bayramdan söz düşmüşken herkesi selamlayıram. Bayramınız mübarek. Nene, məhz Kəlağayımızın bayramıdırsa, bəs sənin Kəlağayın hanı? Eşitməmisən ki, babalarımız deyib ki, nənəmin üzünün isməti arı, gedir günü gündən zirvəyə sarı. Min rəngə boyanmış qırmızı sarı, bizə əmanətdir Kəlağayımız. Qoruyub saxladıq əsrlər boyu, Qorqud yadigarı təməli soyub. Dillərdə əzbərdir bayramı toyu, bizə əmanətdir Kəlağayımız. Tarixlərin silinməyən izidir, kəlmələrin şah əsəri sözüdür. Belə nazlı gəlinlərin pünhan izidir, bizə əmanətdir Kəlağayımız. Ay Uğur, nənə də baş qoymusan ki qala. Əslində gətirməyinə gətirmişəm. Sadəcə olaraq başımı atmağı unutmuşam. Bir dəqiqə gözlə. Maşallah, nə gözəl yaraşdı. Nənə, deyirəm bu bayram günündə bəlkə bizə bir bayram ab-havanın mahnı oxuyasan, necə bilirsən? Hə, Uğur oxumağımı oxuyaram, amma şərtimiz var. Mən oxusam gərək sən oynayasan. Mən razı. Elə isə gəlsin mahnımız. Sen
demək istəyirəm. Bu yalan yağışdan şikayət etmə. Sən elə bilmə ki, boşuna yağır. İzinsiz damcı da düşməyir yerə. Sanma ki, elə öz xoşuna yağır. Yağdıran qüvvənin bildikləri var. Düşünüb qərara gəldikləri var. Onun da sevdiyi sevdikləri var. Yağır öz dağına, daşına yağır. Əvvəlcə gözüm bağlayır bulud. Bir müddət yükünü saxlayır bulud. Bəlkə halımıza ağlayır bulud. Bənzəyim neçə göz yaşına yağır. Səsi musiqi tək təravətlidir. Torpağa hopanda təravətlidir. O qədər dürüsttür, ədalətlidir. Yağanda hamının başına yağır. Yağanda hamının başına yağır. Bayramınız mübarək. Ayğu, məni qorxutmayır nə yağış, nə ölüm, nə qan. Qoyulsun bu canım vətənə qurban. Aya, öləndə də mərd ölüm görənlər desin, qartal yuvasından bir bala getdi. Eşq olsun uğurumuza, uğurumuzun nənəsi İnci xanıma ki, onu belə kamil yetişdirib, belə səhnə qarşısında mətin dayanır. Mənim əzizlərim, mən bu arada sözü bir gözəl Azərbaycan xanımına vermək istəyirəm. Əmək qəhrəmanım, prezident təqaüdçüsü, Mirvarid Dilbazi Poeziməsi İdarə Heyətinin üzvü, hamımızın, bizim nəslin yaxşı tanıdığı və gənc nəslə, gələcək nəslə tanıtdırmaq istədiyimiz Tərlan Musayeva, Bərdənin şöhrətini dünyaya yayan əzizimiz Tərlan xanım, Ulu Öndərin canlı əsəri. Buyursun əzizimiz. İlk öncə əziz Xətaylılar, hörmətli 2-ci Kəlağayı Festival iştirakçıları, xoş gördük hər birinizi. Bu gözəl məkanda keçən il 1-ci Kəlağayı Festivalında da mən iştirak etdim. Məni bu Kəlağayı tədbirlərinə, bu xanımın Kəlağayıya olan dəyər verməsi, milli mədəni dəyərlərimizə dəyər verməsi, bir Azərbaycan qadını kimi heç nəyə bir təmənnası olmayan bu missiyanı üzərinə götürərək ölkəmizin bu başından o başına Kəlağayımızı təbliğ etməsi. İnanırsınız, məni bu qadına bunun bu missiyası yaxınlaşdırıbdır. Güllü xanım, mən hər zaman deyirəm, siz gözəl şairəsiz, gözəl yazarsınız, publisist araşdırmacısınız. Bununla bərabər siz öz milli, mənəvi dəyərlərimizi qiymətləndirən bir Azərbaycan qadınısınız. Mən buna görə sizi həmişə alqışlayıram. Bir Azərbaycan qadını kimi mən sizi doğrudan da çox sevirəm. Biz keçən il 1-ci festivaldan sonra Güllü xanımın Kəlağayı festivalının layihəsini biz genişləndirdik. Müxtəlif yerlərdə biz bu tədbiri keçirtdik. Mən də Güllü xanımla bərabər əsasən ondan xahiş etdim ki, gənclərimiz olan topluluqlarda daha çox mən də iştirak edim. Gənclərimiz artıq sizin daşıdığınız bu milli Kəlağayımızı, nənələrimizdən qalan bu simfonik abir ismət olan bir geyimimizi, başörtüyümüzü o qədər doğrudan da sizin sayənizdə sevirlər ki, artıq onların demək olar ki, bu Kəlağayını örtməyə daha çox maraqları yaranır. Ali məktəblərdə keçirildi bu festivalın davamı, Şuşada keçirtdik bu festivalın davamı, Naxçıvanda, Gürcüstanda, demək olar ki, ölkəmizin müxtəlif rayonlarında mən doğrudan da gördüm ki, sizin bu təbliğatınız, daşıdığınız bu Kəlağayı haqqında sizin təbliğatınız gənclərimizə daha çox təsir edir və gənclərimiz Kəlağayıya daha çox meyllənirlər.
Artıq demək olar ki, küçədə də gedəndə biz görürük ki, gənc qızlarımız bunu ya boyunlarına, ya başlarına örtüblər. Deməli, Kəlağayı yaddan çıxmışdı, bunu siz yada saldınız. Sandıqlarda qalmışdı bu Kəlağayımız. Nənələrimizin bu baş örtüyünü siz gənclərimizə sevdirdiniz. Təşəkkür edirəm Güllü xanım. Sizin bu daşıdığınız missiyanı mən bir Azərbaycan qadını kimi alqışlayıram. Bugün də bizim ikinci Kəlağayı festivalımız elə bir gözəl günə təsadüf edir ki, suverenlik və konstitusiya çərçivəsində keçirdiyimiz tədbirlərin demək olar ki, ən gözəllərindən biridir. Kəlağayı festivalı bugün elə bir günə təsadüf edir ki, bizim suverenlik günümüzə təsadüf edir. Dörd Qarabağımızın 4 rayonu, şəhəri, yəni ki, bugün əziz, deməli, Ali Baş Komandanımızın sayəsində öz suverenliyini əldə edibdi, öz azadlığını əldə edibdi. Dünən bizim milli musiqi günümüz, bugün bizim suverenlik günümüz. Elə gözəl bir günə təsadüf edir ki, bizim festivalımız. Doğrudan da sizi alqışlamağa dəyər. Bu işinizdə sizə Güllü xanım, uğurlar arzulayıram. Arzu edirəm ki, sizin bir sözünüz mənim həmişə xoşuma gəlir ki, Kəlağayının ömrü yoxdur. Kəlağayın bilinmir ki, yaranma tarixi ha vaxtı. Mən sizin bu daşıdığınız missiyada uzun Kəlağayı ömrü arzulayıram. Sizin özünüzə Kəlağayı ömrü arzulayıram. Yaşayın, yaradın və sevdirin bizə milli dəyərlərimizi. Sevdirin gənclərimizə milli dəyərlərimizi. Bugün bu səhnədə bizim milli əşyalarımız var. Bunlardan istifadə edilmir bugün. Ancaq Güllü xanımın o qədər marağı var ki, onları itib getməyə qoymur. O milli Kəlağayımızla bərabər milli əşyalarımızı da, milli məişət əşyalarımızı da, toxunma işlərimizi də o qədər bu insan dəyər verir ki, milli mənəvi dəyərlərimizə. Doğrudan da bu qadına mən aşiqəm. Aşiqəm ona görə ki, bu da özünün daşıdığı missiyaya aşiqdir. Bu qadın heç bir təmənnası yoxdur, nə dövlətimizdə, nə heç kimlə. Bu qadın o qədər bağlıdır ki, bu daşıdığı missiyaya. Və hər zaman istəyir ki, nəsə xalqının, millətinin, bəli, yaddan çıxanlarını yada salsın. O unutulanları unutmasınlar. Bunun üçün sizi alqışlayıram Güllü xanım. Uğurlar arzulayıram sizə. İkinci bizim Kəlağayı festivalımızın demək olar ki, ardıcıl olmasını, davamlı olmasını bir daha sizə arzulayıram. Sağ olun, təşəkkür ederim. Çox sağ olun Tərlan xanım. Bizim əzizimiz xalq şairi Nəriman Həsənzadənin dili ilə deyirəm. Tərlan bacım, Tərlanım, nüşabələr nəvəzisən, həcərlərin əvəzisən. Xalq şairinə buradan Nəriman Həsənzadəyə salam göndərirəm və ona doğma insan Arif Mehmandostu dəvət edirəm. Buyursun Arif Mehmandost. Arif, bu yollar düz sizə qədər, gecədən gündüzə qədər, bütün dünya sizin olsun. Mənimki Təbrizə qədər, Təbrizə salam olsun. Teşekkür ederim Gül xanım. Birinci mahnım yanına gəlmişəm, Nərman müəllimin sözləridir. Xahiş edirəm. Gəlmişəm təzədən küsək, təzədən barışaq, görək olurmu? Saat gör neçədir, biraz tələsək, gedək yaşıl söyüd, görək dururmu? Yağışlar islasın bacaq ələlə, serin gülüşünə bal qata-qata, gəlmişəm qayıdaq 10 il əvvələ, saçına dən düşüb qaralsın o da. Mənim sözümdən incimə, küsmə, illəri həsrətlə yaşayıb ürək, yanına gəlmişəm
evə tələsmə, gedək yaşı söyüd dururmu görək. Sən mənim sözümdən incimə, küsmə, illəri həsrətlə yaşayıb ürək. Yanına gəlmişəm, evə tələsmə, gedək yaşı söyüd dururmu görək. Mənə qulaq as, şirin sözlərimlə cilvələn bəzən. Könül dəftərimi varaqla biraz dəyişibsən, dəyiş təzədən. Qaşların yay kimi çəkilib yenə, gir mənim qoluma, yenə çaş biraz. Gözüm gözlərinə dikilib yenə, biraz yadlaşıbsan, loğmalaş biraz. Mənim sözümdən incimə, küsmə, illəri həsrətlə yaşayıb ürək. Yanına gəlmişəm, evə tələsmə, gedək yaşı söyüd dururmu görək. Sən mənim sözümdən incimə, küsmə, illəri həsrətlə yaşayıb ürək. Yanına gəlmişəm, evə tələsmə, gedək yaşı söyüd dururmu görək. Sən mənim sözümdən incimə, küsmə, illəri həsrətlə yaşayıb ürək. Yanına gəlmişəm, evə tələsmə, gedək yaşı söyüd dururmu görək. Arif Bey, teşekkür ederim. Sazın sözün beşiği, şairler, alimler, agiller, pehlivanlar, kahramanlar yetiren Qazaq yurduna. Bu sözün müəllifi Qazağımızın gözəl şairi Nəriman Həsənzadəyə və rəhmətli şairimiz Qazaqdan olan Davud Nəsib ruhuna salam olsun. Gözəl sözler, gözəl ifa üçün Arif Mehmandost var olun. İndi isə Şəki şəhər 4 nömrəli Uşaq Musiqi Məktəbi şöbə müdürü, Musiqi Məktəbinin şöbə müdürü, Şəki Dövlət Dram Teatrının vokal müəllimi Fərqənə Salamova buyursun. Və bu havada Şəkidən gəldikləri üçün gözəl Fərqənə xanıma və kollektivinə təşəkkür edirəm. 26 noyabr Azərbaycan Kərayisi gündə Beynəlxalq Muğam Mərkəzində kollektivi ilə iştirak etdi. Çek qızım, var olun, uğurlar sizə. Kəlağayının vətənindən hər kəsə salamlar olsun. Kaldı hasret
Mərdənə xanım, təşəkkürlər, çox sağ olun, minnətdaram. İndi isə Səma Rəqs qrupu buyursun. Beynəlxalq səviyyədə Azərbaycanımızı dünyaya təbliğ edirlər. Kəlağaylı gözəl balalarımız. Azərbaycan aşıq sənətinin, qadın qolunun çox gözəl təmsilçisi, ustad aşığımız Aşıq Həqiqət xanım buyursun.
Teşekkür Həqiqət xanım. İndi isə müğənni Nigar Ağdamlı buyursun. Nigar xanım buyurun. Axşamınız xeyir olsun. Hər birinizi salamlayırıq. Var olasınız inşallah. Eşitsin hak sesimi, eşitsin dünya cihan. Ayrılmaz bir yürektir Qarabağ, Azərbaycan. Eşitsin hak sesimi, eşitsin dünya cihan. Ayrılmaz bir yürektir Qarabağ, Azərbaycan. Fəda olsun qurbandır vətənin yolunda can. 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 Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Soyun kökün otur, sen zəfərlər olsan. Sen rəhbər də olmusan, çünki rəhbər olmusan. Soyun kökün otur, sen zəfərlər olsan. Sen rəhbər də olmusan, çünki rəhbər olmusan. Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Şanlı zafer tarihi yazılsın tarixlərə. Bu tarix örnek olsun gələcək nəsillərə. Şanlı zafer tarihi yazılsın tarixlərə. Bu tarix örnek olsun gələcək nəsillərə. Dağlığın alsın bayrağım, qoy çalsın göylərə. 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 Ver əmrini komandan, gülsün Azərbaycanım. Müsəlləh əsgərini, Ali Baş komandanım. Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Soyun kökün otur, sen zəfərlər olsan. Sen rəhbər də olmusan, çünki rəhbər olmusan. Soyun kökün otur, sen zəfərlər olsan. Sen rəhbər də olmusan, ata heydan olsan. Ver əmrini komandan, aşıq daşır ilhamın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Ver əmrini komandan, göz üstədir fərmanın. Müsəlləh əsgərini, Ali Baş komandanım. Ver əmrini komandan, gülsün Azərbaycanım. Müsəlləh əsgərini, Ali Baş komandanım. Çox sağ olun. Qarabağ festivalında xoş gördük. Çox sağ olun ki, gəlmisiniz bu küləyə, soyuğa baxmayaraq. Bakı həmişə küləklə şəhərdir.
daim var olasınız inşallah. Çok sağ olun. Çok sağ olun Nigar Hanım, teşekkür ederim, var olun. İndi ise şair Brilliant Ateş'e söz verək kısaca çıxış eləsin. Uzaq Tovuzdan gəlibdir. Brilliant Hanım, hoş gelmişsiniz, var olun. Nənəmin Kəlağayısı kitabının müəllifidir. Milli mənəvi değerlerimizi her zaman təbliğ edilir. Çox sağ ol əzizim, həmişə qısıyı mənə saxlayırsan sən. Mənim əzizlərim, gözəl insanlar, mən qədim Oğuz yurdu olan Tovuz yerindən, onun evladı olan Brilliant Ateş dilindən sizə salamlar diliyorum. Gözlərimdə uca dağdır, əyilməzlik simvoludur. Möhtəşəmdir görünüşü, həm müqəddəs, həm uludur. Abır-həyə simvoludur. Abır-həyə simboludur, mərdliyin vuran qoludur. Özü qərinələr keçmiş, həm müqəddəs, həm uludur. Nənəmin Kəlağayısı, babamın qara papağı. Xəyalım getdi çox uzaq, qəm-kədərdən olaq qıraq. Oturmuş döşək üstündə nənəm, evdə qara çıraq. Bir yanında daş kirkirə, bir yanında cəhrə, daraq. Soy kökümdən yadigardır, keçmişimdən mənə bayraq. Nənəmin Kəlağayısı, babamın qara papağı. İki bəndini də sana qurban eləyirəm, çünki deyirsən qısa ilə. Sən qorxursan, hala. Nənə Qızlar Ansamblı buyursun, milli mənəvi değerlerimizin çok güzel təbliğatçıları, folklorumuzu güzel yaşadanlar, bayatılarınla, milli geyimlerinle, rəqslərinlə, her zaman milli mənəvi değerlerimizin təbliğatçıları, güzel təqdim edənləri. Nənə Qızlar Ansamblı. Əzizim dənə gəlir, sümbüllər dənə gəlir. Şad xəbər var ay qızlar, məclisə nənə gəlir. Əzizim, aynı. Həftə nədir? Ay nədir? Düzün deyin ay qızlarım, bu toy, bu müsaq nədir? Əziziyəm deyək biz, danışaq biz, deyək biz, bayramın mənası, mahnı ilə deyək biz. Ceyranı qova qova gətirdim. Aman nənə salın nənə yar nənə. Gətirib səcdəgaha yetirdim. Aman nənə salın nənə yar nənə. Duman çiskin oldu onu yitirdim. Aman nənə salın nənə yar nənə. Aman nənə salın nənə yar nənə. Hey yar nənə, hey yar nənə, hey yar nənə. Aman nənə salım nənə yar nənə, hey yar nənə, hey yar nənə, hey yar nənə. Aman nənə salım nənə yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə salım nənə yar nənə, səni görüm eşq oduna yan nənə. Yarıma demişəm mənə saz alsın. Aman nənə salım nənə yar nənə, sazı çalın dərdi qəmim azalsın. Aman nənə salım nənə yar nənə, məgər mən ölmüşəm yarım qızasın. Aman nənə salım nənə yar nənə. Aman nənə salım nənə yar nənə, hey yar nənə, hey yar nənə, hey yar nənə. Aman nənə salım nənə yar nənə, hey yar nənə, hey yar nənə, hey yar nənə. Aman nənə salım nənə yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə salım nənə yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə salım nənə yar nənə, səni görüm eşq oduna yan nənə. Aman nənə salım nənə yar nənə, səni görüm eşq Sana gəl, sana nəfəsə gəlin.
Ay qızlarım, elə yerdən oxuyum, mən də həvəsə gəlim. Əzizim cana gəlsin, cana, nəfəsə gəlsin. Ay qızlar, gəlin bir də oxuyaq, nənə, həvəsə gəlsin. Ay ne güzel. Sizin müzeyinizə gələcəm. Əvvəla bütün iştirakçılarınızın hamısını salamlayıram və Güllə xanıma yaradıcılıq uğurları arzulayıram. Sağ olsun. Yəni bizim xalqımızın xalq şairimiz Mirvarid Dilbazi adına İctimai Birliyin Mirvarid xanımın adını uzatdığı üçün, yaşatdığı üçün ona dərin təşəkkürümü bildirirəm və digər tərəfdən Azərbaycanın milli adət-ənənəsini, kəlağayımızı yaşatdığı üçün bir daha təşəkkür edirəm. Sadəcə olaraq mən Tərlan xanıma minnətdarlığımı bildirirəm ki, o geniş hər tərəfli məlumat verdi bu festival haqqında. Hər birinizə təşəkkür edirəm və mən bugünkü gündə arzum, istəyimlə Güllü xanıma arz eləmişdim ki, Nənə Qızlar Ansamblı adından ona kəlağayı hədiyyə
deyəcəm. Buyurun Güllü xanım, xahiş edirəm, qəbul edin. Açıq bir zəhmət olmasa, genişliyinə baxın görün sizə yaraşan kəlağayıdır, yoxsa yox. Xeyirli olsun, Allah xalqımızı, birliyimizi qorusun. Allah xalqımıza həmişə belə toy bayramlı günlər qismət olsun. Çünki bizim xalqımıza bu toy bayram yaraşır. Çünki bizim xalqımız qalib xalqdır. Allah prezidentimizi qorusun, xalqımızı qorusun, vətənimizi qorusun. Şəhidlərimizə qəni-qəni rəhmət eləsin. Qazilərimiz yaşasın, xalqımız yaşasın, prezidentimiz yaşasın. Var olun, sağ olun. Çox sağ olun mənim əzizim. Almara Nəbiyeva Nənə Qızlar Ansamblının rəhbəridir və şəhidimizin can yoldaşı, ömür gün yoldaşıdır. Allah şəhidlərimizə rəhmət eləsin. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Sağ olun. Qurbanım olun. Payınız çox olsun. Payınız çox olsun. Nərmin Cəlal buyursun. Sevməni sevməli, sevməni sevməli, sevməni sevməli, sevməni sevməli, sevməni sevmə olar sevməli divanə kimi, sev ki məndə dolanım başına pərvanə kimi. Dəyərli izləyicilər, hər birinizi salamlayıram, təşəkkür edirəm. Hər birinizə var olasınız. Gənc Nərminimizə uğurlar. İndi isə müğənni İntizar Bahar Doğan buyursun. Azərbaycan
xoş istirahətlər. Çox təşəkkür edirəm, çox möhtəşəm. İndi isə Aşıq Rəvanə lirikli buyursun. Gənc aşığımız, Azərbaycan Aşıqlar Birliyinin üzvü Mirvarid İlbazi, Məclisi İdarə Heyətinin üzvü. Buyurun.
teşekkür ederim. Çok sağ olun. Müğenni Həsən Həsənli buyursun. Axşamınız xeyir olsun, xoş gördük hər birinizi. Azərbaycan Respublikasının suverenliyi münasibətilə hər birinizi təbrik edirəm. Başım baktı evim taxtı sevgilim. Başım baktı evim taxtı sevgilim. Evden çıkıp yürende sergi boylum. Badam yese boylu görüner ince bildim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Şafadan sığmayan dar ağzım. O şafadan sığmayan dar ağzım. Kar üstünde kardanmış tek al yanağım. Kar üstünde kardanmış tek al yanağım. Evden çıkıp yürüyende serdi boylum. Adam yese boylu görüner ince bildim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Canımım yer basmayıp yeriye. Canımım yer basmayıp yeriye. Başım baktı evim taxtı sevgilim. Başım baktı evim taxtı sevgilim. Evden çıkıp yürüyende serdi boylum. Adam yese boylu görüner ince bildim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Evden çıkıp yürüyende sergi boylum. Adam yese boylu görüner ince bildim. Topuğunda sarmaşanda kara saçlım. Topuğunda sarmaşanda kara saçlım. Sevgilim, güzelim, adaklım. Teşekkür ederim. El çalan elleriniz var olsun. Çok sağ olun. Ben teşekkür ederim. Var olun. Minnettarım benim azizlerim. Her birinize bir teşekkür ederim. Bu yağışlı, çiskinli, soğuk havada dözüm gösterdiniz. Sədaqət gösterdiniz, dözdünüz. Var olun.
Hamınızı bağrıma basıram, Qarabağım Şuşa. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Sevgilim seyrə çıxaq, burada gəl ilk baharı. Dil açır qəlbimizin ən şirin arzuları. Dil açır qəlbimizin ən şirin arzuları. Anadır arzuları hər zaman Qarabağ. Danışan dili dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara her zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Ruhumu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Vətənimdə neçə qəhrəman övladılar. Bu vətənimdə neçə qəhrəman övladılar. Dillərdə dastan olan mübariz poladı var. Dillərdə dastan olan mübariz poladı var. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağı tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Bu çəmənlərdə gəzir Vaqifin şux gözəlliyi. Bu çəmənlərdə gəzər Vaqifin şux gözəli. Ruhunu buradan alır Natavanın qəzəli. Ruhunu buradan alır Natavanın qəzəli. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Anadır arzulara hər zaman Qarabağ. Danışan dil dodağım tarix aman Qarabağ. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum. Qarabağ can Qarabağ ana yurdum.